Salam, hər vaxtın xeyir olsun. Biz Elmlərdəki evimizin 17-ci mərtəbəsində şişə saldıq, radiatorları qoymuşduq. Buradakı işlərin hamısını sıfırdan özüm işləmişəm. 16-cı mərtəbəni şişə salmışdım. Oranın çəkilişi var idi. İndi isə 17-ci mərtəbəndə şişə saldım. Xodlamışam, radiatorumuz od kimidir, gördüyünüz kimi əzizləyicilər. Bax, radiatorumuz pəncərənin qabağında olduğuna görə yerdən qarmaqla vurmuşuq. Moydadurumuzdur. Tazdır. Duş kabinanın görürsünüz, bax, bu da divar pastavkasıdır və su şulkamızdır, gördüyünüz kimi. Su şulkamız da, hamısı da sinir. Axır ki, əzizləyicilər, bu mənzilimizi də qurtardıq. Gördüyünüz kimi, bax, bu hissələr hamısı stipoldur, əzizləyicilər, bax. Burada stip oldu. Bax, görürsünüz, qoy buradan çəkim tam açıq aydın görsənsin. Bax, budur, bax, görürsünüz. Bax, stip oldu. Pilləkəndə görürsünüz, yuxarıdan aşağı. Ora 16-cı mərtəbədir. Bax, o hissə. Burada 17-dir. Gördüyünüz kimi. Keçək. Bura baxaq. Gördüyünüz kimi, əzizləyicilər. Bura duşudur. Sonra görürsünüz. Bura vannasıdır. 2 nəfərlik. Görürsünüz, izləyicilər. Fırlanır sağa və sola. Görürsünüz, bax, bunun ölçüsünü də götürməlisən ki, bax, görürsünüz, necə ara qalıb. Burada da su şulkamızdır. Unitazdır, moydadırdır. Seyirlisi gəlir. Güzgüsüdür. Bu bizim Türk hamamımızdır, əzizləyicilər. Gördüyünüz kimi. Yığılışı zadda qəşəng işləyiblər. Bax, buranın oturacağı da stip oldu. Bax, kürək hissəsi də, bax, burada stip oldu. Stip olub, qodlamışam, hamısı sinəcəkdir. Burada soyumuz da görürsünüz. Gəlir. Trampı da oradadır. Qəşəng işləyiblər. Hamısı sensorla da, əzizləyicilər, gördüyünüz kimi stilin dərəcəsini artırıb azaltmağa görə. Görürsünüz. Burada bizim bir sanuzel və sanitar qovşağıdır. Budur. Bunların hamısını stanovka eləmişəm çətinliklə, çox çətin. Mənə çox sülün verdi. Moydadırdı. Su şulkamızdır.
gəlir. Burada bizim bir yataq otağıdır. Otaqlarda hamısında radiatordur əzizləyicilər. Özdə bu gördüyünüz kimi qalın istenka olan radiatordur. Bu perixodları özləri belə istədi, dedilər lazımdır. Orada 2 dənə bu birisi tərəfə radiator olsaydı, 2 dənə də bu birisi tərəfə, onda kratla üzbəyüz gələrdi, düzələrdi, dodaq-dodaq olardı. İndi isə bu da görürsünüz. Bu cürdür, əzizləyicilər. 10-15 dəqiqədir kombini yandırmışam. Radiatorlar od kimidir hamısı. Bura hamısı istip oldu. Bütün bura hamısı istip oldu. Məkanimizdir. Evimiz çox gözəl işlənibdir, proyektdir. Bura zal studiyadır. Görürsünüz, mətbəxidir. Və stoldur, qabaq stol, divandır. Burada televizor olan yerdir. Çox qəşəng işlənibdir. Burada bizim bir radiatorumuzdur. Hamısı da od kimidir. Qoşulma əlbəttə ki, hər ikisi altdan olandır, gördüyünüz kimi. Rəsnəcilər, beləmçi. İndidən istilik nətər vurur adamın sifətinə. İpsidir. Keçək kombində çəkək. Bura elimlərdir, əzizləyicilər. Gördüyünüz kimi, o aşağıda Kapital Bank var. Ondan üzbəyiz olan binadır. Burada çasdır. Bütün hər yer, şəhər, belə desək, ayağının altında görsənir. Görürsünüz. Bütün hər yer. Burada onlara məxsusdur. Oradan o yataq otağından çıxır bu tərəfə. Qapıları var, balkonlarıdır. Görürsünüz. Qəşəng mənzərəsi var. Panoraması yaxşıdır. Burada gedək kombimizi də çəkək. Burada o birisi bolleridir, əzizləyicilər. Bunu apardıq İnqilaba, onu getdik bura. Burada o 200 litrlikdir, bu 300 litrlikdir. O az olduğuna görə dedi az olar. Bunu getdik, qoyduq. Bura yerini dəyişdi. Bu genişlənmə çənidir, qırmızı olan. Bu motor devriyə motordur. Bizim isti suyun sirkulyasiyasının motorudur. Və bu kollektordur. Paylanan da hamısı bunlara paylanır. Və bizim bu kombimizdir. 40 kilovatlıqdır, var gördüyünüz kimi. Burası günəş biraz kağızın rəngini bozardım, ona görə hərfi görmək olmur. Görürsünüz. Dəngə qabımız da var, buradadır. Devriyə motorudur. Devriyə motoru, qaz regulatorudur. Manometrdir. Kollektordur. Bu bizim radiatora gedən kollektordur. Bu da istipola gedən kollektordur, əzizləyicilər. Görürsünüz, bax, bu sensor şnurlar da buradadır. Onlar qoşulacaqdır sonra.
Boşulandan sonra işletme olacaq. Buradan mən kombin altından isti sudan belə desək evin xəttinə də qoşmuşam ki, hər ehtimala qarşı boilerdə problem olsa kombinin isti suyundan istifadə edəsən. Kombimizin özündə də dəngə qabı var. Balaca olduğuna görə əlavə dəngə qabı qoydum mən. Yekəsini qoydum ki, bir yolluq şey olsun. Görürsünüz, budur bax. Görürsünüz, addenli ventillər də qoyulur əzizləyicilər. Buranın sıfırdan çəkilişi var əzizləyicilər. YouTube kanalında baxa bilərsiniz, izləyə bilərsiniz. Bütün burada sıfırdan nə qədər iş görmüşəmsə, santexnika aid olan şeylərin hamısının yanı çəkilişi var. Dəngə qabını özüm əlavə qoydum ki, bu kombin öz içindəki dəngə qabı balacadır. Özüm əlavə qoydum. Devriyə motordakı gördüyünüz kimi 25-in 12-yədir. Filtrlərdəkin olmalıdır. Girişdə də, çıxışda da. İndi isə xodlamışıq, qəşəng qoy sinsin. Manometr vacib məsələdir. Regulyatorda 12.000. Bunlar olmalıdır. Özdə immünavoy bu regulyatorlardan. Bunlar yaxşıdır. Təzyiqi nizamlayır. Onlar yaxşıdır ki, təzyiqi nizam edir. Sinin dərəcəsini baxın, aşağı eləyək. 45'ə qoyaq. Beşdə işləsin. Bu da biri bir kollektorumuza gedir, biri bir kollektora, biri də bollerə gəlir. Bolleri sıkmaq üçün. İnşallah əzizləyicilər, növbəti videolarımız olacaqdır. İzləməyi unutmayın. İzləməkdə qalın ki, abunə olun ki, videolarımızı görə biləsiniz, izləyə biləsiniz. Budur, bax, bir damcı suda buraxa bilməz. Hamısı da qəşəng epsdir. Problem də ola bilməz. Çünki bunu sıfırdan özüm işləmişəm. Digər usta işləyəndə, baxma, indi bilib bilməyənlər var. İşi pis günə qoyurlar. Sonra gəlib sən yığırsan, oradan buraxır, buradan buraxır. Ona görə də problem yaşanılır. Budur, evdə maşallah olsun, istilik demək olar ki, dəyişibdir. İstilik superdir. Budur. Burada istif oldu. Gördüğünüz kimi. Bütün bax bu hissə hamısı istif oldu. Axırı ki, bura qutardı. Bu ev demək olar ki, yarım 2 il davam elədi. Amma yəni qəşəng bir iş çıxdı, onu deyim. Burada hazırdır. Hazır. Bir yataq otağımızdır. Hələlik bu qədər əzizləyicilər. İnşallah növbəti videolarımız olacaq. İzləməyi unutmayın, abunə olmağı unutmayın, like verməyi unutmayın əzizləyicilər. Budur, işimiz də göz qabağındadır. Komentariyalarda rəylərinizi gözləyirəm. Sağ olun, hələlik bu qədər.